Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Leysel birra en tuvellu vucuhakum qibelel meşriki vel mağribi velakinnel birra men amene billahi vel yevmil ahiri vel melaiketi vel kitabin ven nebiyyi ve atel مال على حبه ذوي القربى واليتامى والمساكين وابن السبيل والسائلين وفي الرقاب وأقام الصلاة وآتى الزكاة والموفون بعهدهم إذا عاهدوا والصابرين في البأساء والضراء وحين البأس أولئك الذين صدقوا وأولئك هم المتقون صدق الله العلي العظيم. Əziz mümin qardaşlar, sizin hər birinizi mübarək cümə günündə Allahın salamı ilə salamlayıram. Esselamu aleykum və rəhmətullah və bərəkatuh. Və Allah Teala'dan arzum budur ki, Allah'ım bizim hər birimizi təqva yolunda sabit qədəm qərar verginə. İlahi cümə günüdür, duaların qəbul olunan günüdür. İlahi Pərverdigar-ı aləm, hər birimizin nə ki dualarımız var, nə ki şər'i niyyətlərimiz var, onların xeyrə calanmasında və onların qəbul olunmasında hər birimizə kömək ol günə. İlahi Pərverdigar-ı aləm, bugünə qədər yaşamışıq, nəfəs alıb vermişik, gözlərimiz görüb, İndi hər nə qədər ibadət və itaət etmişik, İlahi ya Rabbim Allah, o ibadət və itaətimizi qəbul olunmuşlardan qərar ver. Pərverdigar-ı aləm, bugünə kimi bilərəkdən, səhvən, xəta törədərək, günah edərək, hər nə ki günah iş görmüşüksə, onların bağışlanmağında və qiyamət günündə ya Rabbim üzü ağ olmağımız üçün hər birimizə kömək ol günə. İlahi bundan sonra gələn günlərimizi xeyirli olmasında, daha çox sənə tərəf yön almağımızda və daha çox imanlı olmağımıza sən özün bizlərə kömək ol. İlahi ruzimizi bol qərar ver. İlahi gələn günlərimizi xeyrə calaginə. İlahi iltimas eləyənlərimiz var, dua istəyənlərimiz var, hacəti olanlar var, müşkülü olanlar var. Hər bir gizlini və aşikarı bilən sən xaliksən. Pərverdigar-ı aləm, bizim yəqinimiz sənədir. İlahi gizlində və aşikarda nə varsa, nə müşkül varsa, nə istək varsa, nə hacət varsa, nə şər'i niyyət varsa, nə bəyənən, sənin bəyəndiyin arzular varsa ya Rabbim Allah, onların həllində, onların hər birinə və bizə də kömək ol ki. İlahi Pərverdigar-ı aləm, ölkəmizə güc ver. İlahi ya Rabbim Allah, bizləri sahibə zaman əleyhissalamın əskərlərindən qərar ver ki. Muhammed və Ali Muhammed salavazı kütəli. İnşallah bugün müminə qarşı necə olmalıdır? Müminin əməli necə olmalıdır? Ümumiyyətlə mümin necə olmalıdır? Onun halı necədir? Və Allah Teala necə istəyir? Baxın, hər bir mümin müsəlmandır, düz? Hər bir mümin müsəlmandır. Amma hər bir müsəlman mümin deyildir. Hər bir mümin müsəlmandır. Hər bir müsəlman isə mümin deyildir. Çünki müsəlman olan bir şəxs namaz qılır, ibadət edir, itaət edir, Allahın dildə haqq bilir, amma onunla bərabər Allahın istəmədiyi o qədər bir işləri görə bilir ki, müminlik o insana və yaxud da o topluma, o insanlara şamil değildir. Allah'tan yegane arzumuz o olmalıdır ki, ilahi
Biz bu qədər ki ibadət edirik, indi hər nə qədər bacarırıq. İlahi Pərverdigar-ı aləm o müminlik sifəti nədirsə, bizim hər birimizə onu ver. İlahi onu bizdən uzaq eləmə. İlahi o əməllər ki onu bizdən, o sifəti bizdən uzaq eləyirsə, İlahi o əməlləri bizdən uzaq qərar ver kinən. Amma o müminlik sifətini bizim hər birimizə əta et kinən. Nə xoş o müsəlmanın halına ki, o həm müsəlmandır, həm də mümindir. Nə pis o müsəlmanın halına ki, mümin ola bilmir. Bax, əsas meyyar budur. Allah Teala buyurur Kur'an'ında İnnemel mu'minune ellezine amenu billah ve rasulihi sümme lem yertabu ve cahadu bi envalihim ve enfusihim fi sabilillah ulaike humus sadikun. Müminin tərif verir. Bir neçə tərifi var Kur'an-ı Kerim'de. Onların ayelerinden biri de budur. Yani innemel mu'minune ellezine amenu billah ve rasulihi. Mümin o şəxsdir ki Allah'ı hak tanıya, yani kalbiyle hak tanıya, əməliyle hak tanıya, rəftarıyla hak tanıya, bütün işlerin ona bağlıya ve rasulihi ve onun peygamberini de, gönderdiği peygamberleri de hak bilə, diliyle izhar ettisə, qalbi eviyle de onu izhar etmiş olsun əməllərində, onu yaşasın. Mənası budur. Sümmələm yartabu. Yani bu inancında ki mən Allah'ımı tanıdım, peygamberi hak bildim, peygamberleri hak bilenden sonra sümmələm yartabu. Bu inancından geri elini götürmesin. Bu bir. İkincisi de ki ve cahadu fi sebilillah ve Allah için cihatta hazır olsun. Ulaike humus sadikun. Məhz o insanlardır, sadiq insanlar. Cümə günlərinin birində, Mədinə şəhərində, Həzreti Peyğəmbər aleyhissalatu vesselam insanlarla danışır və deyir ki insanlara, deyir ey müsəlmanlar, ey Allah'ı hak bilənlər, bir az bundan sonra bir insan bura daxil olacaq ki, Allah Teala onu cennetle müjdelendirip, cavan oğlan olur Peygamber aleyhissalatu vesselamın yanında, bürür onu təəccüb ki, görəsən o insan kimdir? Cavan baxır görür ki bir ağsaqqal kişi ensardan olan gəlib daxil olur məscidə deyir. İkinci günde namaz kılırıq, Hazreti Peygamber aleyhissalatu vesselam deyir ki, biraz kesecek bir insan daxil olacaq ki, onu Allah Teala cennetiyle müjdelendirir. Cavan yenə də namazda olur, görür ki, hemen qoca içeri daxil oldu. Daha da çok belə riqqətə gəlir ki, görəsən bu insan ne işin sahibidir Allah'ım. Bu koca kişi ensardan olan Medine'dendir. Allah emredir peygamberine ve o da namazdan sonra bizle danışanda deyir ki, göreceksen indi bir nefer girecek, o Allah'ın sevdiği bendelerden biridir ve Allah Teala onu cennetle müjdelendirir. Bu ikinci defa, üçüncü günde bu tekrarlanandan sonra cavan daya diyana bilmir. Üçüncü gün elə ki ibadet ve itaat qutarır. Cavan gelir hemen bu kocanın ardıyca. Her ne kadar gedirse gedir ondan. Gelip daxil olur öz evine daxil olanda salam verir kocaya. Deyir mənim sizden sözüm var. Deyir buyur. Deyir mən atamla dalaşmışam. Ve aramız çok pis deyib. Ve özüme söz vermişəm ki 3 gün mən atamın evine qayıtmayacağam. Sizde o imkan olar mı? Məni 3 gün öz evinizdə qonaq saxlayarsınız. Qoca deyir, Allah'a da qurban, onun gönderdiği qonağa da qurban. Gel. Akşam olur, yatır ama cavan yatmır. Bunun əməllərinə fikir verir. Gündəlik namazların qıldı, yatmağa başladı. Yatanda da ki biz her sağ tərəfə, sağ çiyni üstünde uzananda, hem sol çiyni üzerinde uzananda Allah'ı zikr edir, təşbir deyir, Allahu Ekber. Allah'ı zikr edəndən sonra səhərə kimi büzür ve gece namazlarına da durmur. Dikkat edin, gece namazlarına da bu adam durmur. Bu birinci gün bu cür keçir. İkinci günde eyni formada bu cür keçir.
Üçüncü günde eyni formada bu cür keçəndən sonra cavan görür ki, bu insan gündəlik bizim kimi namaz qılır, əlavə bir iş görmür. Cavan təəccüb buyurur. Üçüncü gün qutaranda qoca ilə vidalaşanda deyir, mən birinci gündən istəyirəm ki, məni bağışlayasan, məni halal edəsən. Mən atamla vuruşmamışdım və atamla da küsməmişdim. Qoca, hər zaman ki sən Mədinə məscidinə daxil olanda Peyğəmbər əleyhissalatu vəssalam bu sözü dedi, 3 gündə də sən hələ girməmiş, dedi, bir insan indi namaz qılan içəri daxil olacaq, Allah onu cənnəti ilə müjdələndirib. Xoş o insanın halına. Və hər 3 dəfə də bu sözü deyəndə siz qapıdan içəri girdiniz. Məni təəccüb götürdü. İstədim ki, o əməllər ki, sən eləyirsən, məxsusi əməllər, onu mən sizdən öyrənim. Bu qəsdən mən bu yalanı dedim sizə ki, bəs sizin yanınızda olam, o əməlləri görəm. Amma mən 3 gündür, gecə və gündüz sizin yanınızda varam, sizin heç gecə namazlarınızda yoxdur, heç başqa bir əməliniz də yoxdur. Məni bağışlayın, xudafiz, mən gedim. Qoca ilə görüşür. Bir neçə addım atandan sonra qoca deyir, deyən, düzdür, mənim başqa bir əməlim yoxdur. Amma 2 şey xislətim var. Deyir, nədir o xislətin? Deyir, 2 şeyə. Deyir, bir odur ki, Allah Taala hər bir müminə nə veribsə, nə ona əta edibsə, mənim ondan işim olmur. Mənim qəlbimdə bir şey olmur. O hər nə qədər varlı olursa, hər nə qədər cavan olursa, hər nə qədər imkanlı olursa, hər nə qədər bəxti gətirirsə, mən ona sevinirəm. Mənim içimdə, qəlbimdə o müminə, müsəlmana qarşı kin və küdürət yaranmır, sevinirəm. Və hər nə qədər də, ikinci də odur ki, hər nə qədər kiminsə, hər bir müsəlman nə edirsə, nə işdən məşğuldursa, hər xoş bir əməli edirsə, mən o əməllərə görə sevinirəm. Və müsəlman nə qədər gözəl ibadət və itaətdə olursa, onların həyat tərzi nə qədər dəyişmiş olursa, mən sevincdən başqa, qəlbimə başqa bir şey, müsəlman və mömin qardaşlara qarşı kin yaranmır məndə. Bu 2 xislət məndə olduğu üçün, budur, başqa bir şey məndə yoxdur. Bunu deyəndən sonra cavan deyir ki, yenə səbəb də odur ki, sən müsəlman qardaşlarına qarşı, müsəlmanlara qarşı bu cür sevinirsənsə və sənin kin və küdrətin yoxdursa və onların artımına qarşı sən başqa bir işlərlə məşğul olmursan, sənin ürəyin pakdır, təkcə öz işinlə məşğul olursansa, əlbəttə ki, Allah Taala səni onun üçün mükafatlandırır. Baxın, nə gecə namazı var, nə başqa bir əməllər var, nə səhərə kimi, nə bilim, gündüz oruç tutmaq var. Sadəcə bu 1-2 əməlin müqabilində ki, mən müsəlmanlarla müsəlmanı görürəm, onun işlərini görürəm və sevinirəm ona. Mən mümini görürəm, nə qədər o artmış olursa da belə, mənim qəlbimdə zərrə qədər mənim olmadığım üçün qəlbimdə bir kin və küdürət tapılmır. Mən əksinə onun o inkişafına sevinirəm. Allah Taala müminin digər bir müminə, müsəlmanın digər bir müsəlmana olan o gözəllik, yəni qəlbində olan o məhəbbət, o istək, o arzu, xoş olduğu üçün onu nə edir? Cənnətlə müjdələndirir. Yəni cənnət bu qədər biz insanlar üçün asandır, amma bu qədər biz özümüz üçün onu nə etmişik? Uzaq etmişik. Bəqərə surəsinin 177-ci ayəsində sözümün əvvəlində Allah Teala belə buyurur: "Leysel birre en tuvellu vucuhakum qibelel məşriqi vel məğribi." Bax, bunu deyir. Deyir, yaxşılıq yalnız özlərinizi deyir, ibadət üçün şərq və qərbə tərəf çevirmək deyildir. Yaxşılıq bu deyildi ki, sən indi ibadət vaxtında üzvü şərqə və qərbə tərəf çevirəsən. Deyir, yaxşılıq bu deyil. وَلَكِنَّ الْبِرَّ أَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَالْمَلَائِكَةِ وَالْكِتَابِ وَالنَّبِيِّ. Ama deyir, yaxşılıq deyir, həqiqi yaxşılıq deyir,
Mən əmələ billah, əvvəla Allaha iman gətirməkdir. Tam qəlbi ilə. Vəl yevmil axiri, qiyamət gününə iman gətirməkdir. Vəl mələikəti, və Allah Taala'nın yaratdığı mələklərə inanmaqdır. Vəl kitabi, və Allahın yeryüzünə göndərdiyi kitabına iman gətirməkdir. Vəl nəbiyyinə, və onun göndərdiyi, Xaliqin göndərdiyi peyğəmbərlərinə iman gətirməkdir. Bu bir. Və atəl malə alə hubbihi zil qurba, və öz malından nə qədər varsa, nə qədər imkanı varsa, imkan varsa, eləyə bilirsə kiməsə nəsə verməyi, zil qurba, yaxınlarına deyir. Vəl yətama, yetimləri unutmasın, versin. Vəl məsakinə, miskinlərə, və ibnəs-səbil, yol üzərində qalanlara, və sailinə, və digər yoldan keçənlərə, yəni dilənənlərə, istəyənlərə, və fir-riqabi, və yolda qalanlar, dilənçilərə və qulların azad olunmasında verdiyi şey. Əsas deyir, budur. Və əqaməs-səlat. Ondan sonra buyurur ki, və əqaməs-səlatə. Namaza deyənə o insan. Bu bir. Və atəz-zəkatə. Zəkatı verə, əgər varsa. Vəl-mufunə bi-əhdihim. Vəl-mufunə bi-əhdihim. İzə əhəddum. Əhd bağladığı bir təqdirdə, əgər əhd bağlayıbsa, nə deyir? Əhdinə vəfa qılsın, vəfalı olsun əhdinə. Və sabirinə fil bəsai və zərrai və hinəl bəsi. Məxsusən deyir, maddi çətinlikdə, fil zərrai və sərraidir. Cismi zərərlərdə deyir, maddi çətinliklərdə və cihad zamanıdır, səbr eləsin, səbr göstərsindir. İman və əməlidir bu insanın, müminin imanı və əməlidir bu cür olmaq. Ulaikəl-ləzīnə sədəqu və ulaikə humul muttaqun. Onlardır doğru danışanlar. Ulaikəl-ləzî sədəqu. Onlardır doğru danışanlar və ulaikə humul muttaqun. Onlardır muttaqun, təqvalılar. Bax, onlardır deyir. Bu cür olsaq, nə xoş halımız. İlahi Pərverdigar aləm. O cür olmaqda bizim hər birimizə kömək ol ki. Çünki hər bir müminin üzərində bir haqqı var. Allah Taala'nın da bizim üzerimizde bir hakkı var. Peygamberin de bizim üzerimizde sallallahu aleyhi ve aleyhi ve sellemin de üzerimizde bir hakkı vardır diyelim. Bakın nedir o? Şura suresinin 23. ayesinde buyurur: "Zalikellezî yubeşşirullahu ibâdehu ellezîne âmenû ve amilus salihat." Deyir, bu Allah'ın iman getirerek yaxşı işler görmüş bendelerini müjdələdiyi həmin şeydir deyir. "Qul la es'alukum aleyhi ecran illa meveddete fil qurba." De, sizden bunun ilahi tapşırıqlarının çatdırılmasının müqabilində qohumlarımın barəsində əməldə olan məhəbbətdən başqa bir muzd istəmirəm. Əməldə olan məhəbbətdən başqa. Dildə yox ha. Əməldə qul la əsəlukum. Dildə ki, ya Peyğəmbəri 23 ildir sən bizə Allah'ın Taala'nın buyurduğu bütün o Kur'an-ı Kerim'in ayələrini bizə çatdırırsan və İslam'ı, dini bizə çatdırmırsan, bunun müqabilində biz də sənə bir kömək etmək istəyirik, biz də sənə yardımcı olmaq istəyirik, biz də bunun əvəzində nəsə sənə bir şey eləmək istəyirik. Deyir, la, qul la əsəlukum aleyhi əcran illa məbədətə fil qurba. Mən bunun müqabilində sizdən bir muz istəmirəm, amma illa məbədətə fil qurba, mənim yaxınlarıma neyinin? Məvəddət göstərin, məhəbbət göstərin. Haqq qoydu. Haqq qoydu bizim hər birimizə. Haqq o haqdır ki, Həzreti Peyğəmbər aleyhissalatu vesselam nə buyurur Həzreti Əmir el-Müminin haqqında? Deyir ki, Əli haqq ilədir, haqq da Əli ilədir. Əli ha tərəfə dönsə, haqq da onunla bərabər dönür. Yəni Əli aleyhissalam heç zaman nahaqqa tərəf baxmaz, nahaqqın yanında olmaz, nahaq söz deməz, kiminsə haqqına girməz, kiməsə pis söz deməz. Yəni Allah Taala nə istəyirsə ondan başqa onun cızığından çıxmaz. Allah'ın buyurduqlarının əleyhinə bir şey danışmaz. Allah'ın bəyənmədiyi bir işi görməz. Əmir el-Müminin budur. Onu o cür nişan verir. O məhzəb
məqsəd odur ki, əleyhini tanıtdırmaq insanlara. Yəni deyir, illə məvəddətə fil qurba, mənim sizdən istədiyim odur ki, amma nə etmişəmsə Allah üçündür o, Allahın əmridir, Allah Taala'nın əmridir, amma mənim yaxınlarıma, mənim qurbuma, mənim ən yaxın olanlarıma neyinin? Bir məvəddət göstərin, bir məhəbbət göstərin. O da niyə məhəbbət, məvəddət göstərin? Çünki məndən sonra haqq olan, ən düz və ən pak olan Allah Taala'nın buyurdularını tam əməli ilə riayət edən insanlar məhz onlardır. Onların ardınca gedin ki, nicat tapasınız, fəlah tapasınız. Nicata gedib çatasınız, haqqı görə biləsiniz, haqq görən gözünüz olsun. Bax, o zamandır o. İnsan günah edə bilər bu dünyada. İllərlə günah edə bilər. Amma insanda bir cürət lazımdır ki, İlahi Pərverdigarı aləm nəyinsə səbəbinə mən günahkar idim. Mənim günahlarım çox idi. Hər zaman mənə deyilirdi, amma ondan əl çəkmirdim. İstəyirdim, çəkəm, fərqinə varmırdım, sabaha saxlayırdım. Aylar belə keçdi, illər belə keçdi. İndi qayıtdım ya Rəbbim Allah. Onda nə zaman Allah nə deyirsə, nə Allah Taala deyirlər, bek düzdürmü? Ud'uni astecib lakum. Yəni səndə bir şey olsun ki, mən sənə səsvə səs verim də. Yəni məni çağıran bilən bir dilin olsun. Məni haqq tanıyan bir güvənc yerin olsun, qəlbin başlansın. Bir güvənəsən mənə. Biləsən ki, sənin xaliqin Rəbbim mənəm. Mən hər bir şeyin sahibiyəm bu dünyada. O zaman deyir, ud'uni astecib lakum. Çağır məni, amma çağırış necə olmalıdır? Mən çağırdım, hamımız çağırırıq, düzdür. İndi Allah bilir də o çağırışımız necədir. Çağırış gərək çağırış olsun ki, Allah Taala o tərəfdən bizi, səsimizi eşidə bilsin. Amma görəsən, bizim əməllərimiz imkan verirmi ki, bizim o çağırışımıza Rəbbimiz səs versin? Gedirmi o? Və yaxud da ki, o qiyamət günündə o ki, zalimlar deyəcəklər ki, ey Rəbbimiz, biz səni haqq bildik indi tanıdıq sənin məqamını, peşiman olmuşuq, bizi aldadıblar Rəbbimiz, bizi şeytan, nəfsimiz, insanlar bizi aldadıblar, bizi o dünyaya qaytar günən peşimanıq, əməl yaxşı edərik, nə dedi? İxsəu. Nə dedi? İxsəu. Mənası bilsin nədir? Yəni kəs səsivi. İxsəu, lal ol deyir, lal. O peşiman olan vaxtda deyir, lal ol deyir, danışma deyir. Yəni yetərincə sənə ömür verdim. Yetərincə sənə ömür verdim. Yetərincə sən Qur'anını oxudun, yetərincə sən anladın, amma sən qayıtmadın. Əksinə üstünə qoydun, əksinə daha pis oldun. İndi görürsən ki, haqq meydanıdır. Bütün işlərin faş olan bir vaxtıdır. Sən indi deyirsən ki, bəs məni bağışla, məni nəfsim aparıb, məni şeytan aldadıb, ki mən qayıdım, daha yaxşı əməl edəcəm. Yox, deyir, sənə ağıl vermişdim, deyir. Sənə peyğəmbərlər göndərmişdim, sənə Quran göndərmişdim, sənə imam göndərmişdim ki, sən onların yolunu biləsən və onların yolunu özgə ayaqları və onların atdığı ayaqlara, qədəmlərini qoyasan onların qədəmlərində. Amma sən əksinə onların yolunu tanıdın, eşitdin, gördün, oxudun. Amma məələsəf sən onların yoluna deyil, şeytanın ardıca getdin. Öz qədəmlərini onun qədəmlərinə oxşatdın. Şeytanla bərabər oldun. İndi şeytan özü səndən həzər edir. Səni uzaqlaşdırır özündən ki, bəs mən səndən uzaqam. Sənin od alovun məni yandırar, uzaq ol məndən deyir. Baxa, onda deyir ki, bəs peşimanam, məni qaytar dala. Onda deyir, ixsau, lal ol, kəs səsivi, danışma, yetərlidir. Çox çətindir, ha? Mənim şəxsən özüm üçün. Bunu danışanda bir Allah bilir ki, nələr keçirdirəm. Ki, qiyamət günüdür, hamımızı duruzdurub, bu cür, salamun aleykum, bu cür hamımız qalmışıq, amma bu aləm deyil, başqa bir aləmdir. Oranın havası tamam başqa, oranın görünüşü tamam başqa. Burada hər birimizin əməlimiz digərindən gizlidir, xəbərsizdir, bilmirik, nə işin sahibiyik bu illər boyu. Amma orada hər şey faş olan bir vaxtdır. Ki, bəs ayrılırıq da orada, ayrılan bir vaxtdır hesabdan sonra. Gör, indi o vaxt bizim halımız necə olacaq? Onda sənə deyilə, mənə deyilə ki, ixsəullal ol. Allah o gündən bizi qorusun.
Allah Teala o vaxtdan bizi qorusun. Allah Teala bizi o cür olanlardan qərar verməsin. Allah Teala bizə nə qədər ki imkan verib, bizim həyatımız var, bizim nəfəsimiz gedib və gəlir, bizim qəlbimizə, bizim vücudumuza o qədər güc, qüvvət versin ki, biz eləyə bilək özümüzü bu dünyada olarkən bağışlanaq. İlahi, o bağışlanmağı bizim hər birimizə qismət et. Və qiyamət günündə o ki deyirsən ki, milyonlarla insan etiraz edəcək ki, yəni nə formada etiraf edəcək, günahkaram, ilahi məni bağışla, ilahi məni qaytar, mən gedim gözəl əməl edim, gözəl əməlin sahibi olum, qaydım təkrarən burada, sənin əzizlərindən olum, o zaman deyir, gecdir, ixsəu, lal ol. Danışma, səsini kəs, lal ol. Əmr edəcək ki, lal olsun. Bax, o cür olmayaq, ilahi pərvərdigar aləm. Hər birimizin günahımız var, səhvimiz var. İlahi, hər birimiz səndən bağışlanmaq diləyirik. Və hər birimiz də istiğfar edirik. Estağfirullah Rabbi və ətubu ileyh. İlahi, günah etməməkdə bizim hər birimizə kömək ol günah. İlahi, şərik xətanı üzərimizdən götür. Muhammed və Ali Muhammed salavat zikr edək. Ali İmran surəsinin 10-cu ayəsində Allah Müteala buyurur: İnnellezîne keferû len tughniye anhum emvâluhum ve la evlâduhum minallâhi şey'en ve ulâikehum vekûdun nâr. Deyir, həqiqətən kafirlərin nə malları, deyir, innellezîne keferû, o insanlar ki küfr etdilər, kafirdirlər, deyir. Len tughniye anhum. Onlara deyir, lən tuğniyə anhum, yəni əbədən onlara deyir, heç bir kömək olunmayacaqdır. Onlara deyir, köməkli yaxın gəlməyəcəkdir. Əmvaluhum, onlar nəyi? Deyir, əmvaluhum, onların yığdığı bu dünyada var və dövləti və la əvladuhum və onların da övladları da ona heç bir kömək etməyəcək. Minəllahi şeyən. Allahın əzabından onları heç bir şey qorumazdır. Və ulaike humul vəqudun nar. Onlar da cəhənnəm odunun vəqudun nar, cəhənnəm odunun yanacaqları olmaz, onlardır. Yəni mümin deyil. Bu dünyada mümin kimi görsənmək asandır. Amma o dünyada ki hesab olacaq, müminin kim olduğu bəlli olacaq. Bu dünyada mümin özünü mümin sifətini və mömin kimi danışmaq, mömin kimi ibadət etmək, mömin kimi özünü göstərmək asandır. Amma orada hər bir şeyin açılacağı bir gün, bir saat var, bir dəqiqə var. Allah Müteala buyurur Ali İmran 10'da İnnellezîne keferû len tughniye anhumul amvaluhum. Deyir ya Peygamber onlara deyir. Onların bu dünyada yığdıqları innellezîne kimlər kəfəru, küfr sahibidirlərsə, kafirdirlərsə deyir. Onların bu dünyada hər nə qədər yığıbsa, elə güman edir ki, mən yığdıqlarımla biz özüm üçün bəraət qazandıraram, xeyr, mümkün deyil deyir. Sonra deyir ki, və la evladuhum. O ki, övladları ilə belə şən edirlər ki, mənim övladlarım var, bu cür, mən onları böyütmüşəm, yedistirmişəm, imkan vermişəm onlara, ev, eşik, maşın, hər bir şey vermişəm onlara. Bunların da deyir o kafirlərə, heç bir xeyri olmaz, xeyri dəyməz, deyir, minəllahi şeyən. Heç bir şey dəyməz, deyir Allah. Və ulâke humul vəqudun nar. Məhz o insanlardır vəqudun nar. O cür fikirləşən insanlardır, o cür kafirlərdir. Hara cəhənnəm evinin nəyi? Yanacaqlarıdır onlar. Onlar da cəhənnəm evinin yanacaqları. İnsan bacarmalıdır əvvəla bağışlanmağı. Çünki hər zaman elə bir insan yoxdur ki, onun səhv və günahı olmasın. İnsan hər nə qədər bərk olmuş olarsa, insan hər nə qədər ki, sərt olmuş olarsa, insan hər nə qədər ki, digərlərinə qarşı acı dil olmuş olarsa, acı olmuş olarsa, bir zaman gələcək ki, bütün bu etdiklərin hesabı vermək üçün tamamen zəlil formada olacaq. Əgər o formanı almaq istəmirsənsə və xar və xəcil olmaq istəmirsənsə və Allahın qatında, peyğəmbərlərin huzurunda, Qur'an-ı Kərimin öqabağında və bütün əimmə-i əthar imamlarımızın sadiq, salih bəndələrin qabağında hesab günündə olanda orada xəcalət çəkmək istəmirsənsə, bu dünyada biz çalışmalıyıq, mən çalışmalıyam ki, ilahi məni bağışla gilən, mən o cür olmaq istəmirəm. İlahi o istəməməzliyi
Mən dildə deyirəm, onun mənim qəlbimə, mənim bədənimə, vücuduma sal. Nə xoş olar o, nə gözəl olar o. İlahi, mən dilimdə deyirəm dəfələrlə, amma sənə yalvarıram, nə olar? Mənim yaşım keçir axı. İlahi, onu mənim qəlbimə sal da. Mən dəfələrlə dedim, amma qəlbimə girmədi. İlahi, mən eşitdim, amma qəlbimə girmədi. İlahi, birazdan sonra mən yaddan çıxartdım. Yaddan çıxartmamaq üçün sənə yalvarıram, onu mənim qəlbimə sal. O mənim qəlb evimdə qərar tutsun da, İlahi. Nəfəsim gedib gələnə qədər, son nəfəsimə qədər o mənlə bir yerdə qalsın. Ya Rəbbim, mən sadəcə olaraq sənə yalvarıram. O cür olmaqda mənim kömək ol, bizim hər birimizə kömək ol, nə olar? İlahi, sənin bu Qur'an-ı Kərimin ayələrinin hər birinin bizim ürəyimizdə, bizim həyatımızda təsir buraxması üçün sən bizə kömək ol yine, ya Rəbbim Allah. İlahi, sən bizi qoyma yine şeytana, biz yem olaq. İlahi, qoyma, imkan vermə, biz nəfsimizə yem olaq, ya Rəbbim Allah. İlahi, bizim heç birimiz istəmir qiyamətin günündə xəcalətli olaq. İlahi, qiyamətin günündə bizim heç birimizi xəcalətli eləmə. İlahi, bizə imkan ver, bizə güc ver, bizə qüdrət ver. İlahi, biz nəfsimizlə bacara bilək. Ya Rəbbim Allah, bizə güc ver ki, biz yaxşı ola bilək. İlahi, biz peşiman olmağı bacara bilək. İlahi, nə olar ki, biz bir-birimizə dost olaq, nə olar ki, bir-birimizi sevək, əzizləyək, mehriban olaq. Dünya müsəlmanları bir-birinə mehriban olsun, ya Rəbbim Allah. Ailəlicə, ölkə olaraq bir-birimizə mehriban olaq, ya Rəbbim Allah. İlahi, xətər bəla dünyanı ağuşuna alıb, ya Rəbbim. İlahi, bütün istənilməyən, sənin bəyənmədiyin, sənin onları nəhy etdiyin, nəhy buyurduğun bizlərə, buyurduğunla hər bir şeyi bizim üçün gözəlləşdiriblər bu dünyada və o gün bə gün artmaqdadır. Bizim özümüz, ailələrimiz, balalarımız ona tərəf meyillənirlər. Çünki onları gün bə gün gözəlləşdirirlər, ya Rəbbim Allah. İlahi, onlardan xilas olmaq üçün bizlərə güc ver. İlahi, onlardan uzaq olmaq üçün bizlərə güc ver. İlahi, pərverdigar aləm, onların hər bir imkanı var bu dünyada. Maddi desən, hər bir imkan var. Fiziki desən, hər bir imkan var. Allah, ilahi, mənəviyyatımızın, ağlımızın, namusumuzun, qeyrətimizin, vicdanımızın, dinimizin, mənəvi dəyərlərimizin, dini dəyərlərimizin əlimizdən getməməsi üçün bizim hər birimizə kömək ol ki. İlahi, sənlə nəfəs alıb verməkdə bizim hər birimizə kömək ol ki. Ya Rabbim Allah, Muhammed və Ali Muhammed salavat zikr eləyir. Əməvilər dövründə, Əməvilərdən sonra bilirsiniz də Abbasilər gəlir. Yəni Bəni Üməyyədən sonra Abbasilər gəlir. Abbasilərin birinci xəlifəsi Səffah olur. Elə ki, deyir, Əməvilərin son dönəmində Əməvilərin yəni Bəni Üməyyədən olan baş bilənlərin, onların vəzifə sahibləri, imkan sahibləri Abbasilərin gəlişini görəndən sonra hələ bir yerə qaçır ki, gizlənir ki, onu tutmasınlar. Və onlardan da biri İbrahim ibn Süleyman ibn Əbdülməlik olur. O da görür ki, bəs hər yerdə tuttu, özünü salır səhralığa. Səhralığa salandan sonra, elə ki, səhralıqda bir xirə kəndi vardı. O kəndə özünü salır və orada gizlənir. Elə ki, Abbasi xəlifəsi Səffah hakimiyyətə gələndən sonra, bir neçə müddət keçəndən sonra İbrahim ibn Süleymanı tuturlar. Gəlib Səffahla bir yerdə əyləşir. Deyir ki, o dönəmdə ki, Səffah soruşur, Abbasi xəlifəsinin birincisi, o dönəm ki başladı, hamı qaçdı, sən hara getdin? Dedi, heç soruşma. Mən də özümü itirdim, qorxudan getdim səhralığa, səhralığın kənarında xirə kəndi vardı. Orada gizləndim. Deyir, bəs necə oldu ki, sən çıxdın bu cür faş oldu, gəldin belə? Deyir, günlərin bir günü mən xirə kəndində idim, bir də gördüm qara bayraqlılar gəlir. Elə güman və zənn etdim ki, məni axtarmağa gəliblər. Digər Bəni Üməyyədən olanları axtarırlar deyib, mən zənn elədim ki, məni axtarmaq. Mən kənddən çıxdım, qaçdım Küfəyə tərəfdir.
Hər nə qədər Küfənin deyir, o dar küçələrindən keçdim, gəlib geniş bir küçəyə yaxınlaşdım. Gördüm ki, geniş bir qapının qabağında bir atlı, yanındakı olan xadimlərindən bir yerdə darvaza açılır, içəri girmək istəyir. Bu anda məni gördülər, deyirlər, bəs nə istəyirsən? Dedim ki, mən pənah istəyirəm, pənah. Gizlənmək istəyirəm, mənə kömək edin. Deyir, mənə apardılar evə, ev bir neçə otaqdan ibarət idi. Onlardan birini də mənə verdilər. Deyir, mənə verəndən sonra bir gün keçdi, məndən heç nə soruşmadılar. İkinci gün keçdi, yenə məndən heç nə soruşmadılar. Üçüncü gün keçdi, bir şey soruşmadılar. Amma görürəm, səhərin gözü açılır. Həmən bu evin sahibi atına minir, yanındakı olan xadimlər də bir neçə nəfər onun dəstəsi ilə bərabər gedir. Səhər, axşam yorğun, arğın gəlir. Bu məndə deyir, təəccüb doğurdu. Ki, görəsən bu insan nə ilə məşğuldur? Bu cür deyir, günlər keçdi. Günlərin bir günü qaydanda bu cavan oğlan soruşdum ki, sən səhərdən gedib axşam qaydırsan. Bu gedib axşam qaydmağımın səbəbi nə axtarırsan belə? Dedi, demə. Ey qoca, mənim deyir, atam vardı. Mənim atamı İbrahim ibn Süleyman Bəni Ümeyyin vaxtında öldürüb. Ona görə mən bütün hər yeri, səhranı axtarıram ki, onu tapam, atamın əvəzini ondan çıxam. Deyir, mən qaldım süst. Mən elə bir evdəyəm ki, atasını mən öldürmüşəm. Dedim, bilirsən, istəyirsən ki, atavın düşmənin tapasan, biləsən yerin, dedi, əlbəttə ki, istəyirəm, necə yəni istəmirəm. Dedim, elə ki, bu sözü deyəndən sonra cavanın gözləri işıq saçdı belə, qıpqırmızı qızardı. Dedi, bunu deyəndən sonra, dedi, atavın, kim ki atavı öldürüb, onun yerini mən bilirəm. Dedi, kimdir, de. Dedi, sənin atavı öldürən, sənin qarşında dayanan mənəm. Dedi, əvvəl inanmadı. O yeri ki, atasını necə öldürmüşdüm, harada öldürmüşdüm, onların hamısını deyəndən sonra inandı. Bir qeyzləndir, şiddətlə, şığıyaraq üstümə gəldi, deyir. Gəlib üzbəüz məndən dayanandan sonra əlini, xəncərini aparmışdı, qınını apardı və ondan sonra mənə bir qədər baxandan sonra dedi, yox, uca Allah sənin, mənim atamın hesabın qiyamət günü səndən alar. Mən səni öldürmürəm. Amma istəmirəm mənim gözümə dəyəsən. Mənim evimdən çıx və get, evimi tərk et. Deyir, hətta deyir, İbrahim ibn Süleyman deyir ki, Səffaha, deyir ki, hətta gedəndə mənə 1000 dinar pul verdi, deyir. Düzdür, deyir, o pulu götürmədim, xəcalət çəkdim, götürmədim, amma məni azad etdi. Əsl Allahı tanıyan və Allaha bağlanan insan və səbri olan, o sözümün əvvəlində Ali İmran surəsində insan, mümin, müsəlman necə olmalıdır? Onun qaydası necədir? Və Quran-ı Kərimdən buradakı dünyada olan insanların həyat tərzindən misal gətiririk ki, biz ondan öyrənək və özümüz də ona oxşada bilək. İlahi pərverdigarı aləm, səni and verirəm cəlal və izzətin xatirinə, o müminlik sifəti, müminlik deyəndə nədirsə, onun hər nədirsə, onu bizə qismət qərar ver. İlahi şəri bizdən uzaq qərar ver. İlahi müsəlmanların işlərin avan qərar ver günə. İlahi Azərbaycanımızı qoru günə. İlahi xətər bəlanı üzərimizdən götür. İlahi gələn günlərimizi xeyrə cala günə. İlahi səni an verirəm izzət cəlalın xatirinə, bizim Azərbaycanın ordusunu qoru. Onu günbəgün güclü qərar ver. İlahi Azərbaycanı sevməyənləri sən də sevmə. Azərbaycanın düşmənlərini bizdən uzaq qərar ver ki. İlahi bizim şəhidlərimiz var. Bütün şəhidlərimizi qəni-qəni rəhmət qərar ver ki. Qəbirləri nurla dolsun. Onları peyğəmbərlərlə məhşur qərar ver ki. İlahi bari Xudaya onların ailələrinə səbir ver ki. İlahi bizim
yaralı qazilərimiz var, onların şifaya ehtiyacı var. Heç yoxdan onlara şifa ver ki. İlahi ruzilərin bol qərar ver ki. İlahi sənə an verəm cəlal və izzətin xatirinə, İlahi pərverdigar-ı aləm, dünya müsəlmanlarını və xüsusilə də Azərbaycanda yaşayan müsəlman bazı və qardaşlarımızın gün və güzaranın yaxşı qərar ver ki. İlahi ruzimizi bol qərar ver ki. İlahi ərazi bütövlüyümüz, müstəqilliyimiz əbədi olsun. İlahi o ki, İnsanlar ki var, vəzifəsindən asılı olmayaraq gecə və gündüz Azərbaycan üçün, Azərbaycanın xalqı üçün, Azərbaycanın müstəqilliyi üçün, ərazi bütövlüyü üçün çalışırlar. O cür insanlara gecə və gündüz sən də kömək ol ki. İlahi Azərbaycanı sevməyənləri sən də sevmə ki. Azərbaycan xalqını istəməyənləri sən də istəmə ki. Azərbaycan xalqının, Azərbaycanda yaşayan müsəlman bazı və qardaşlarımızın gün və güzaranın yaxşı olmağını istəməyənləri sən də istəmə gilən ya Rəbb Allah. İlahi, onları bizdən, Azərbaycanımızdan uzaq qərar ver gilən. Selamu aleykum və rəhmətullah və bərəkatü. Muhammed və ali Muhammed salavatı.